Salam əziz tələbələr. Bugün sizlərlə yenə mən Solmaz Kamil qızı. Bu video izdahımızda deməli ilklərdən danışacağıq. Məsələn, bir neçə ilkləri qeyd edəcəyik. Deməli, misal üçün ilk mətbuat orqanımız desəm, yəqin ki bunu çoxumuz bilirik. İlk mətbuat orqanımız deməli Əkinçi qəzeti 1875-ci ildə fəaliyyət başlayan Əkinçi qəzetidir. Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunurdu. Amma Əkinçi qəzeti ilk ədəbi məktəb yarada bilməyibdi. Ədəbi məktəb yaradan ilk mətbuat orqanımız desəm, Molla Nəsrəddin jurnalıdır, hansı ki Cəlil Məmmədquzadənin rəhbərliyi ilə fəaliyyətə başlamışdı. O isə satirik mətbuatın Azərbaycanda əsasını qoymuşdu. Məsələn, ilk faciəmiz desəm, İlk faciəmiz Nəcəf bəy Vəzirovun Müsbəti Fəxrəddin faciəsidir. Amma ilk tarixi faciəmiz desəm, ilk tarixi faciəmiz Nəriman Nərimanov Nadir Şah faciəsini deyəcəyik. Məsələn, ilk mənzum faciəmiz desəm, ilk mənzum faciəmiz Hüseyn Cavid ana faciəsini deyəcəyik. İlk baletimiz desəm, misal üçün ilk baletimiz Əfrasiyab Bədəlbəyli Qız Qalası baletini deyəcəyik. Məsələn, ilk filmimiz desəm, ilk filmimiz. Yəni, bunun da cavabını siz deyin, rəylərdə yazın.